Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində avtozavodda 4 sot torpaqda deməli bir böyük sal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. Qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə bu ev haqqında sizə bir balaca məlumat verim. 4 sotdur, sənədi çıxarışdır, yəni torpağın xeyir. Bu həyət evinin qarşıda gördüyünüz həyət evinin sənədi çıxarışdır. 118 kvadrat metrdir. Eyni zamanda asan xidmətdə alqı-satqıya gedən sənəddir. Hal-hazırda bağçasını görürsünüz. Bağçasında 15-dən çox ağac növü var, badvalı var. Deməli, kürsülüdür, 2 qat kubiklə hörülüb, yəni hörgüsü 2 qat kubikdir. Deməli, bax, sizin belə bir xahişim var. Ola bilsin videoda belə baxıram uzun görsənir, ancaq bu navesin alt hissəsi 14'dür, 14 metrdir, eni isə 4 metr. İndi isə bax bu həyət evinin deməli barısını göstərirəm. Gördüyünüz kimi çox akuratlı bir səliqəli bağçası var. Burada isə bax güllərdir. Deməli çoxlu sayda güldür, cürbəcür güllərdir. Dediyim kimi qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bu həyət evin Avtozavod qəsəbəsində yerləşən, yəni Cavadxan qəsəbəsində yerləşən 98 nömrəli orta məktəbə yaxın bir ərazidir, düz yerdədir, çökəkdə deyil. Yenidən navesin alt hissəsini göstərirəm, 14'ün 4'dədir. İnstevə daxil oluram, koridor proyektli də demək mümkündür. Qiyməti dediyim kimi 100.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. Polu taxtadır, yəni evin gördüyünüz kimi bu həyət evinin deməli təmiri çox əla və keyfiyyətli olub. Hal-hazırda qapıdan giriş hissəsində yerləşirəm. Qarşıda deməli zalıdır. Zalın uzunluğu 9, eni 4 metrdir, bu cürdür. Təmirini də görmək mümkündür. Qiyməti 100.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə otaqlardan biridir. Yəni 5'in 4'dədir, bu cürdür. Yenidən deməli mən sizə zalını göstərirəm. Təmirini görmək mümkündür. Onu da deyim ki, kombi sistemidir. Yəni otaqların hamısında. Burası isə deməli ikinci otaqdır. İkinci otaq 4'ün 4'dədir. Bax bu cürdür, hündürdür. 2 qat kubiklə hörülüb. Yəni bax bu deməli evin içərisində olan barında görmək mümkündür. 2 qat. İndi isə deməli 3-cü otağa keçirəm. 3-cü otaqda bir balaca bax bu cür çəkilir video. Deməli bax bura deməli 3-cü otaqdır. 6'nın 4'dədir. Dediyim kimi kombi sistemidir. Bura böyükdür. Yəni 6'nın 4'dədir otaq. Burası şəkil olduğuna görə bir balaca bax bu cür çəkilir. İndi isə mətbəyə keçirəm. Mətbəğin ölçüsü 4'ün 4'dədir. Bax mətbəğini sizə göstərirəm. Bu həyət evinin 4'ün 4'dədir. Polu taxtadır. 2 tonluq subak var. Bura isə bax bu zonadır. Hamamın ölçüsü 2'nin 2'dədir. Bax belə bir həyət evinin qiyməti 100.000 manatdır. Təmiri əla və keyfiyyətli olub. Bax belə sizlərə uğurlar.